Göbələk zülal, vitamin, mineral və faydalı fermentlərlə zəngin, sağlam qida məhsuludur. Amma düzgün yığılmadıqda və saxlanmadıqda təhlükəli ola bilər. Buna görə də bir neçə sadə, amma vacib qaydaya əməl etmək lazımdır. Göbələk alarkən diqqətli olun. Yol kənarlarında açıq satılan göbələklərdən uzaq durun. Ən yaxşısı qablaşdırılmış məhsula üstünlük verməkdir. Etiketi yoxlamağı da unutmayın. Yararlılıq müddəti keçmiş göbələk zəhərlənməyə səbəb ola bilər. Yeməli göbələkləri ayırd edin. Göbələk alarkən mütləq diqqətli olun. Yeməli göbələklərin arasına düşən tək bir zəhərli göbələyin belə zəhərlənməyə yol açması mümkündür. Saxlama qaydalarına əməl edin. Polietilen torbada saxlamaq göbələyi nəm edib kifləndirə bilər. Göbələkdən hazırlanmış salat və yeməklərin də düzgün saxlanması vacibdir. Şübhəli göbələkləri yığmayın. Tanımadığınız yol kənarında, fabrik yaxınlığında bitən köhnə, qurdlu və çürük göbələklərin yığılmaması məsləhətdir. Şəxsi gigiyena qaydalarına əməl edin. Göbələk yığarkən əllərinizi yuyun, təmiz qab və torbalardan istifadə edin. Həmçinin qablaşdırmanın keyfiyyətsiz olmamasına da diqqət yetirin. Emal olunmamış göbələyi 3 saatdan çox saxlamayın. Köhnəlmiş göbələklər allergiya və zəhərlənməyə səbəb yaradır. Zəhərlənmə halında dərhal həkimə müraciət edin. Bir sözlə, düzgün yığılmış və saxlanmış göbələk həm sağlamdır, həm də dadlı.